Çin-Azərbaycan münasibətlərinin istər siyasi, istərsə də iqtisadi cəhətdən gələcək perspektivini necə görürsünüz? Gələcək perspektivi çox yüksək və cənab prezidentə sual veriləndə ki, Azərbaycan-Çin münasibətlərinin bir cümlə ilə ifadə etsəniz nə deyərdiniz? Dedi ki, əladır. Yəni münasibətlərimiz əladır, yüksək səviyyədədir. Bu bircə özünüz fikirləşin. Keçən illəri biz strateji tərəfdaşlıqla bağlı birgə bəyannamə imzalamışıq. Cənab prezidentin bu dəfə Çinə səfəri zamanı həmin birgə bəyannamənin əvvəlinə bir söz də əlavə edildi. Hər tərəfli strateji tərəfdaşlıq. Yəni biz artıq müttəfiqliyin astanasındayıq. Və nəzərə alsaq ki, qlobal cənubun lider dövləti də Çindir və lider dövlətlə, yəni qlobal cənubun lider dövləti ilə Cənubi Qafqaz regionunun lider dövləti bir yerdə olanda, ümumi dəyərləri paylaşanda, beynəlxalq sülhün və təhlükəsinin keşiyində dayananda, beynəlxalq hüququn işləməsini müdafiə edəndə, onun prinsiplərinə hörmətlə yanaşanda, nəticədə hesab edirəm ki, beynəlxalq aləmin nizamı pozulub və yeni dünya nizamı formalaşmaqdadır. Bax, bu nizamın düzgün istiqamətdə getməsi şərtlənir. Və bu əməkdaşlıq nəticə etibarilə həm Çinə, həm Azərbaycan, həm də regional təhlükəsizlik əməkdaşlıq baxımından çox önəmli bir hadisədir.